Nəyə görə? Sonsuzluğa görə kişilərdə müalicə olunur uzun müddət. Çox hallarda belə deyək, digər bir həkimlərdə rast gəlirsə, sizə də müraciət edirlər. Nəticə yoxdur. Ümumiyyətlə sonsuzluq yəni ailə problemidir. Birincisi yəni bu yanaşma tərzi dəyişilməlidir. Yəni sonsuzluğu yəni kişiyə və yaxud da qadına bağlama düzgün deyil. Ona görə də birincisi yəni aparılan diaqnostikada ailədə problem tam araşdırılmadığı üçün yəni çox böyük problem yaşanır. İkinci tərəfdən sonsuzluğun yaranmasında bunun anadan gəlmə olması, yəni uşaq dövrünün yəni inkişaf etməsi araşdırılmalıdır. Mən ona görə həmişə deyirəm ki, yəni oğlan uşaqları ilk gündən, dünyaya gələn gündən yəni həkim nəzarətində olması mütləq lazımdır. İlk yoxlanışdan keçməlidir. Çünki xəyalin inkişafdan qalması, spermatozoid tamlarının inkişaf etməməsi, digər yəni yeniyetmə dövrlərində keçirilən bəzi infeksion xəstəliklərin olması, bütün bunlar hamısı nəzərə alınmalıdır. Ona görə də xəstəliyin həmin dövrə gəlib çatmasının qarşısı vaxtında alınmalı ki, insan sağlam olsun.